Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizlərə DİM test toplusu vəsaitindən sözün həqiqi və məcazi mənası, sonra tək mənalı və çox mənalı sözlər, terminlər və arxaizmlərə aid olan testlərin izahını verəcəm. Test 1-də əl, söz, sözü, bir də topa sözlərini verib. Bu sözlərə aid biz bir feil seçməliyik ki, onlar birlikdə vahid bir leksik məna bildirsin. Məcazi mənalı birləşmə əmələ gəlsin. Əl tutmaq kömək mənasını verir. Sözü tutmaq anlamaq, topa tutmaq isə əleyhinə danışmaq mənasını verir. Digər feillər isə hər üçünə getmir. Məsələn, deyə bilərik topa almaq. Topa almaq bu olmur. Burada heç məcazilik yoxdur. Amma düşünə bilərsiniz, nəyəsə bütövlükdə topa şəkildə almaq. Orada da yenə məcazilik yoxdur da. Ona görə almağı oradan çıxırıq. Sonra topa atmaq. Burada da bir məcazilik yoxdur. Nəyəsə topa ata bilərsən həqiqidir. Sonra topa çatmaq, bu da həqiqidir. Topa yetmək, bu da həqiqidir. Deməli, ona görə bizdə doğru cavab üçünə də gedən C variantıdır. 2. Köynəyin, çayın, ağacın. Burada da elə bir əsas tərəf tapmalıyıq ki, məcazi olsun. Bu da köynəyin qolu, çayın qolu, ağacın qolu olacaqdır. Deyə bilərsiniz ki, bəs köynəkdə qol olur. Qol orada məcazi mənadır. Çünki sözü deyərkən ilk olaraq ağla gələn leksik məna hansıdırsa, o əsas mənadır. Ondan sonra törəyən mənalar isə məcazi məna daşıyır. Qol ilk olaraq canlılarda olur. Canlıya aid olan bir şeydir. Cansızlara aid edilirsə bu olacaq məcazi. Ona görə cavab olacaq 2-də D variantı. Sonra 3. Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. Bunlar başla göz çox mənalıdır. Məsələn, deyirik küçənin başı, kəndin başı, sonra sirmənin gözü və s. Ona görə E variantı. 4-də köhnəlmiş sözlər cərgəsini deyir. Heç köhnəlmiş sözləri bilmirsən. Hər variantdan çıxdaş eləməklə tap. A-dan görürük ki, A, C, D, Y hamısı nədir? Mənasını başa düşdüyümüz sözlərdir. Lakin B-də sayru xəstə deməkdir. Əsən sağ salamat deməkdir. Ayıtmaq da deməkdir. Ona görə B variantı köhnəlibdir. Köhnəlmiş sözlər də vaxtı ilə işlənmiş, amma sonradan dövrü dəyişikliyə məruz qaldığına görə bəzi sözlər deməli başqa sözlərlə ifadə olunubdur. A-da cəhrəni bilməsən də məktəb aşıq sözləri var. B-də canlı tədris var. D-də aylıq nef var. E-də qayalıq fikir var. Deməli, nə qaldı sənin cavabın? C variantı. Yasavul, yüzbaşı, nəsnə sözləri. 6. Quru sözü hansı birləşmədə məcazi mənada işlənmişdir? Odun quru olur, dəsmalda, çörəkdə, maddədə. Amma insan necə quru olar? Quru adam o adama deyirlər ki, yəni o insanda bir istiqanlıq yoxdur. O insan kiminsə motivasiyasını başa düşmür, emosional deyil, kiməsə motivasiya verə bilmir, kiminsə emosiyalarını anlamır. Elə adamlara quru adam deyilir. Ona görə D variantı olacaq. D. Quru odun, quru adam. Əgər biri həqiqi, biri çox mənalıdırsa, deməli bu sözlər nə olacaq? Çox mənalı olacaqdır. Quru odun olur, amma quru adam olmur. Bu çox mənalıdır. Quşun qanadı, təyyarənin qanadı. Burada da yenə qanad nəyə məxsusdur? Canlılara, quşlara məxsusdur. Təyyarənin qanadı quşun qanadının analogiyası formasında yaradılmış bir şeydir. Ona görə burada olacaq çox mənalı söz. 9. Ağır və iti sözlər hansı cərgədə həqiqidir? Ağır gün, günün ağırlığını biz necə bilə bilərik ki? Ağır nəyisə çəkəndə, götürəndə bilirik ki, bu ağırdır da. Ona görə günün ağırlığını biz bilmirik. Sadəcə olaraq
günümüz xoş keçməyəndə ona ağır deyirik. Ona görə A-da ağır sözü çox mənalıdır. Həmçinin iti söz. İti kəsici alətlərə deyilir də. İti söz isə insana təsir edən sözdür. Ona görə iti söz deyilir. Ağır söz onu kimi iti gözlərdə, yəni yaxşı görə bilən insanlara iti göz, tez, sərrast görə bilən, hər şeyi sərrast seçən insanlara iti gözlü insanlar deyilir. Ağır cəza, cəzanın da yenə ağırlığı olmur, yaddaşın da itiliyi olmur. Ağır cəza, yəni məsələn, hansısa bir qula şallaqla neçə dəfə vurmaq, iti yaddaş, yaddaşın güclü olması, ağır xasiyyət onu kimi, iti baxış onu kimi. Amma ağır daşı biz tərəziyə qoyub onun çəkidə ağır, yüngül olmasını bilirik. İti ülgüc. Ülgüclərdəki iti ola ki, nəyisə kəsə bilər. Ona görə C variantı həqiqidir. 10. Köhnəlmiş sözlər cərgəsini seçin. Yenə çıxdaş eləməklə tapırsınız. A-dan məsələn hamısını çıxdın, bilirsən. B-də də onu kimi, D-də də, C-də də. Qalır nə? Xış, yasavul, ayıtmaq. 11. 11-də də yenə baxın, B, C, D. B, C, D, Y-də hamısı anlaşılan ümumişlək sözlərdir. Bir dənə orada baca var, bilmirəm bacanı bilirsiniz ya yox. Amma yenə də buludu bilirsiniz da ən azından. Ona görə qalır A variantı. Təhnə, tanıq, vəl. Sonra 12. Hansı cümlədə məcazi mənada işlənmiş söz vardır? O şirin çörəyi xoşlayır. Çörək şirin olur. Arif bacısına soyuq su verdi. Su soyuq olur. Şirin çay olur. C-də. Hava da soyuq olur. Amma münasibətin soyuq olmağını bizim dərimizə təsir etməyən, bədənimizə təsir etməyən, hiss etmədiyimiz bir şeyi, real olaraq hiss etmədiyimiz bir şeyi necə deyə bilərik? Bu istidir, yoxsa toxunmaqla hiss etmədiyimiz bir şeyi də. Onun isti soyuqluğunu bilə bilmərik. Ona görə soyuq münasibət olacaq məcazi məna. 13. Şirin sözü hansı cümlədə həqiqi mənadadır? Şirin danışığı var. Danışığa pesoq zad tökməyiblər ki, biləm onun danışığı şirindir. Deməli, ona görə burada bu şirin məcazidir. Şirin təbəssüm var, yenə gülüş. Təbəssüm, yəni siması, gülüşü. Burada da yenə onu kimi məcazidir. Xatirə də yenə şirin ola bilməz, məcazidir. Gəncliyin şirin xatirələri məcazidir. Amma şirin çaya pesoq tökürsən, şəkər tökürsən, görürsən ki, o çay şirindir, ya kəm şirindir və yaxud şəkərsizdir. Ona görə 13-də həqiqi mənadadır. 14. Bulağın gözü, körpənin gözü. Körpənin uşaqda göz ola bilir. Amma bulaqda insanda olan göz varmı? Xeyr, yoxdur. Bulağın su gələn hissəsinə göz deyirik. Ona görə deməli burada göz çox mənalıdır. 15. Hansı sırada çox mənalı söz işlənmişdir? Ayın işığı, may ayı. Burada homonimdir. Kür çayı, şirin çay. Bu da homonimdir. Uşağın üzü, suyun üzü. Burada isə çox mənalıdır. Çünki üz canlılara aiddir. Mil düzü, sözün düzü. Burada isə heç nə homonimdir, nə də ki çox mənalı. Çünki sözün düzündə başlanğıc forma düzdür. Hədə burada da düz, mil düzü. Burada isə başlanğıc forma düz. Burada da yenə başlanğıc forma düzdür. Bunlar homonimdir, zürrə hesab edir. Mil düzü ilə sözün düzü homonimdir. Çünki hər ikisində başlanğıc forma düzdür. Amma modal söz olsaydı, onda biz onu homonim götürməyəcəydik. Məsələn, deyirəm düzü, ondan gözüm su içmir. Burada modal sözün başlanğıc forması düzüdür. O düzü modalla buradakı düzü sözü homonim ola bilməz. Çünki buradakı düzünün başlanğıc forması düzdür. Sonra 16. Çox mənalı sözlər cərgəsini müəyyən edin. Ayaq kəndin ayağı olur. Sonra ətək, dağın ətəyi.
Kök sözün kökü, ağız, deyir ki, qapının ağzı. Bunlar çox mənalıdır. Amma B-də çox mənalı olmayanlar, elə B variantının hamısı tək mənalıdır. C-də ulduz tək mənalıdır. D-da papaq, karandaş tək mənalıdır. Nəticə də tək mənalıdır. E-də də deməli anadır, ana, yaş, bunlar tək mənalıdır. Sonra həmçinin bağ da burada tək mənalıdır da. Dağ çox mənalı olur. Onun ürəyinə dağ çəkildi. Bu mənada çox mənalılıq gedir. 17. Böyük otaq, böyük vəzifə. Burada da nə olacaq? Vəzifənin böyüklüyünü biz necə bilərik ki? Olacaq çox mənalı. 18. Deyir, sifət məcazi mənada işlənmişdir. Şirin çay, şirin çörək, soyuq su, soyuq külək olur. Amma xasiyyətin ağırlığı biz görə bilmirik deyə, hiss edə bilmirik deyə, ona görə D məcazidir. 19. Hansı cümlədə feil məcazi mənada işlənmişdir? Bu gözəl mənzərəyə baxanda hamı sevinirdi, gedərdi, gülürdü, edirdilər, yatmamışdı. Burada təbiət adamın üzünə gülür. Gülmək kimə məxsus xüsusiyyətdir? İnsana. Təbiət necə gülə bilər? Ağaclar, otlar, güllər, çiçəklər insana necə gülə bilər ki, biz deyək təbiət gülür? Deməli, burada gülmək köçürmə vasitəsilə yaranan məcazi feildir. 20. Nigar almanı soydu, quldurlar taciri soydular. Burada da nigar almanı soydu həqiqidir. Amma tacirlərin soyması, yəni talan etməsi, var yoxunu əlindən alması mənasında olacaq məcazi. 21. Hər üçü çox mənalı sözdür. A-dan hamısını çıxdın. B-dən insanı çıxdın, yeri çıxdın. C-dən yağış qarı. E-də çəkişlə narın çıxdın. Qaldı D variant. Lövhə olacaq həyat lövhəsi. Kəsmək, məsələn deyirəm ki, onun baş ağrısı kəsmir. Və yaxud deyirəm ki, yox, orada getmir mənasında ola bilər. Amma desəm ki, məsələn, Aygün onun sözü onu ağır şəkildə kəsirdi. Bu mənada ola bilər məcazi. Və yaxud da asıb kəsirdi. Saymaq, deyirsən ki, o artıq böyük vəzifəyə keçib adam saymır. O mənada məcazi ola bilər. Deməli, ona görə 21-də olacaq D variantı. 22. Arxaizmlər cərgəsini göstərin. Yenə A-dan çıxırıq hamısını. B-dən otaq, D-dən ələk, C-dən qapı, qalır E variantı. Uz, ağıl deməkdir. Yey, altında qızıl. Deməli, olacaq 22-də E variantı. Sonra 23. Arxaizmlər cərgəsini müəyyən edin. Burada A variantından arxaizm deyir. Doqqaz, darğa, taqım, bunlar tarixi izmlərdir. Çünki deməli, doqqaz, darğa, taqım, bunlar tarixi izmlərdir, getdi. B-də ocaq, ümumişləkdir, çıxdın. D-də mənzil ümumişləkdir. Y-də vurma, çıxma ümumişləkdir, qalır. C variantı çuxa, yasavul, dəbilqə. 24. Biri dilçilik terminidir. Etimologiya burada sözlərin mənşəyini öyrənən elm deməkdir. B variantı. 25. Yenə deyir dilçilik elmidir. Dialektizm, müxtəlif dialekt və şivələri öyrənən elm C variantıdır, Azərbaycan dilinə aid. 26-da da morfologiya, nitq hissələrindən bəhs edən elmdir, A variantı. 27 deyir, hansı sifət çox mənalı söz kimi işlənə bilmir.
B-də qara bəxt işləndi. Boz hava C-yə, isti münasibət Y-yə, soyuq münasibət D-yə. Amma şabalıdır məcazi işlənə bilmir. 28. Hansı feil çoxmənalı söz kimi işlənə bilmir? Atmaq, söz atmaq olur. Bişirmək, başını bişirmək, yəni aldatmaq. Çevirmək, üz çevirmək, yəni istəməmək. Yumaq, əl üzünü yumaq, yəni kiminsə günahını yumaq. Əl üzünü yumaq, yəni kiməsə havadar çıxmaq. Günahını yumaq burada da məcazidir. Hışqırmaq isə ancaq həqiqi mənada olacaq. 29. Otağın genişliyi, ürək genişliyi nə olacaq? Çoxmənalı söz. 30. İmtahandan kəsildi, ağac kəsildi. Kəsmək görərik ki, əllə kəsilən bir şeyə deyilir də. Ona görə imtahandan kəsilmək bu məcazidir. 31. Aşağıdakı terminlərdən hansını qarşısındakı sözlə əvəz etmək olmaz? Faciə, tragediya, dialoq, mükalimə, obraz, personaj, komediya, məsəkə deməkdir. Amma dekorasiya bəzəkdir. Remarka isə aktyorlar üçün nəzərdə tutulmuş olan ifadələrdir, cümlələrdir. Ona görə D bir-biri ilə əvəz etmək olmaz. 32. Tərkibində 2 çoxmənalı söz işlənən cümlə. Gəminin burnu hərdən dalğalarla sanki döyüşürdü. 2 çoxmənalı söz işlənən cümlə. Burada burun sözü də çoxmənalıdır. Döyüşmək sözü də. Çünki gəminin burnu necə döyüşə bilər? Nədənsə şkafın gözü, stolun ayağı diqqəti cəlb edirdi. Burada da yenə 2 dənə göz və ayaq sözü var. Uşaqlar, burada sualın şərtində yanlışlıq var. Yəqin ki, sualın şərtində demək istəyib ki, tərkibində 2 çoxmənalı söz işlənən eyni nitq hissəsinə aid çoxmənalı söz işlənən cümləni seçin. Elə olsaydı B variantı uyğun idi. Amma tərkibində müxtəlif nitq hissəsi olan 2 mənalı çox söz işlənən desəydi, onda A olardı. Lakin belə ümumi şəkildə verdiyi üçün cavabı, ona görə həm A olur, həm də B olur. Əskərlər 3 dəstəyə ayrıldılar. Burada məcazilik yoxdur. Baş həkim iclasda çıxış etdi, hamını dinlədi. Burada təkcə baş sözüdür. Uşağın şirin danışığı burada da təkcə şirin sözüdür. 33. Məktubu aparmaq, verilişi aparmaq. Verilişi necə aparasan, əlindən necə götürüb aparmaq olar? Deməli, çoxmənalı söz olacaq. 34. Hansı cərgə yalnız terminlərdən ibarətdir? Dedik ki, terminə oxşar sözləri əgər digər mənasını yoldan keçən hər hansı bir adam da bilsə, süpürgəçi də bilsə, qeyri-ixtisas peşə sahələrinin nümayəndələri də bilsə, o söz həm deməli ümumişlək olacaq, həm termin. Məsələn, xəbər deyirsən, desən ki, ay süpürgəçi, yol süpürən süpürgəçi və yaxud dilənçiyə belə desən ki, xəbər deyəndə nə nəzərdə tutulur? Deyəcək informasiya və yaxud sifət deyəndə nə nəzərdə tutulacaq? Deyəcək üz mənasını verir. Amma onun altında yatan digər termin mənasını isə deyə bilməyəcək ki, xəbər cümlənin baş üzvüdür, sifətdə əsas nitq hissəsidir. Deməli, bir mənanı başa düşüb, bir mənanı, termin mənasını başa düşmürsə, bu sözlərə deyəcək həm ümumişlə, həm də termin. Amma sən dilənçiyə desən ki, ay dilənçi, morfologiya nə deməkdir? Bunu bilməyəcək, gözlərini döyüb baxacaqdır. Deməli, morfologiya ancaq termindir, amma xəbər, sifət, bucaq kimi sözlər həm termin, həm də ümumişləkdir. A-da ümumiyyətlə məhrəba sözü termin deyil çıxdı. Məhrəbadır, mişardır, suitadır, neftdir. Bunların heç biri termin deyil. C-də də onu kimi, D-də bir dənə zərfdir. E-də də heç biri qaldı. B variantı karikatura,
portret, akvarel, notk. Bunlar üçü rəsmə aiddir, təsvir incəsənətə aiddir. Not isə musiqiyə aid termindir. Ona görə olacaq B variantı. 35. Arxaizmlər cərgəsini müəyyən edin. Yenə çıxdaş eləyin. A-dan A, C, D, Y-də elə hamısına çıxdın. Qalır B variantı. Girvəngə, uz, qaçmaq. 36. Üz hansı cümlədə məcazi mənada işlənib? Üz hansı cümlədə məcazi? Kişi danışdıqca üzü qızarırdı. Burada kişinin üzü həqiqidir. Uşağın üzü gözü toz içində idi. Üzündən bilinirdi ki, bərk sevinir. Elə işlər görüb ki, adamın içinə çıxmağa üzü yoxdur. Burada adam içinə çıxmağa üzü yoxdur. Burada üz sözü məcazi mənadadır. Yəni utanmaq mənasını verir. Ona görə D-dir cavab. 37. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nədir? Səhərin gözü, bulağın gözü. Nə olacaq? Çox mənalı. 38. Deyir, əyilməkdir ağlamağın tərs üzü. Dərdi dartıb üzməyəni dərd üzür. Burada ağlamağın tərs üzü. Bu məcazidir. Lakin dərdi dartıb üzməyəni dərd üzür. Burada isə üzmək feilidir. Üzmək feilidir. 38-də üz ismidir məcazi olsa da. Birinci misrada. İkinci misrada isə üzmək feilidir. Ona görə bu sözlər bir-birinə qarşı homonimdir, həm də çox mənalıdır. Əgər desəydi ki, məsələn, əyilməkdir ağlamağın tərs üzü, sonra uşağın üzü qırmızı idi, bunu ancaq sən çox mənalı götürəcəydin, homonim yox. Çünki mənalar arasında yaxın mənalılıq var, bağımlılıq var. Çox mənalı sözlərdə mənalar arasında bağlılıq olmalıdır. Əgər mənalar arasında bağlılıq yoxdursa, onda o artıq homonimliyə gedir bir mənası. Ona görə burada tərs üzü və üzmək sözləri bir-birinə qarşı başlanğıc formaları eyni olduğu üçün bir-birinə qarşı homonimdir. Amma ayrılıqda isə çox mənalıdır. 39. Adət budur, yar xəbərin yaralar. Mənim yarım, zəif canım yaralar. Yerbəyerdən sızıldaşar yaralar. Rəhm eylə cüməyə ayağa düşdüm. Burada birinci misrada yar, insanın yarı mənasındadır, yoldaş mənasında. İkincidə yara ismidir, yaralamaq feilidir. Mənim yarım zəif canımı yaralayar. Yerbəyerdən sızıldaşar yaralar. Üçüncü misrada isə yaradır ismidir, sözün başlanğıc forması. Deməli, birincidə başlanğıc yar oldu, ikincidə başlanğıc yaralamaq oldu, üçüncüdə isə yara ismi oldu. Deyir, altından xətt çəkilmiş sözlərin kökü. Hər birində kök yardır. Ona görə bunlar kökləri. Bir-birinə qarşı olacaq həm çox mənalı, homonim, həm də ayrılıqda olacaq çox mənalı. 40. Səhv fikirdir. Dilimizdəki sözlər leksik mənaya malik olmamasına görə 2 yerə bölünür. Bəli. Sonra bəzi söz, yəni ümumişlək və ümumişlək olmayan sözlər. Bəzi sözlər həm həqiqi, həm məcazi mənaya malikdir. Doğru. Sözün ifadə etdiyi ilkin məna onun məcazi yox, leksik mənası adlanır. Dominant mənası adlanır. Ona görə C variantı yanlışdır. Sonra keçək 41-ə. Uyğun ifadə ilə cümləni tamamlayın. Çoxmənalı sözlər homonimlərdən fərqli olaraq
ancaq eyni nitq hissəsinə aid olur. Çox mənalı, sinonim, antonimlərin oxşar cəhəti ancaq eyni nitq hissəsinə aid olur. Amma dördünün birlikdə oxşar cəhətidirsə, homonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olduğu üçün dördünə aid oxşar cəhət deyərsən ki, hər biri eyni nitq hissəsinə aid olur. 42. Deyir, çox mənalı deyil. Çəkmənin burnu deyə bilirsən. Çəkmək, fikir çəkmək, məcazi. Kök, sözün kökü məcazi. Ətək, dağın ətəyi məcazi. Amma qayin isə tək mənalıdır. 43. Tutmaq, topa tutmaq. Qaş, məsələn, yəhərin qaşı. Ətək, dağın ətəyi. Kəndin ayağı. Amma şam isə tək mənalıdır. 44. Cümlələrin birində həm köhnəlmiş, həm də ümumiləşmiş söz kimi təhlil edilə bilən söz vardır. A variantı. Deyir, Koroğlu dəliləri azğın feodallara qarşı mübarizə aparırdı. Burada həm köhnəlmiş, həm də ümumiləşmiş kimi təhlil edilən söz yoxdur. Çünki dəli indi deməli igid mənasında işlənir ancaq. Feodal da o dövrdə baş verən, o dövrə aid olan termindir. Xəstəlik görməyəsən, əsən yaşayasan. Əsən sağ-salamat mənasını verir, o dövrdə aid sözdür. Müəllim uşaqları dərnəyə göndərdi. Burada köhnəlmiş söz yoxdur, dərnək indi də var. Ağsaqqallı babanın yeri uçmaq olsun, yəni cənnət olsun deməkdir burada. Amma E variantında yazıya baxanda adam fərəh hissi keçir. Yazı köhnəlmiş mənada çöl deməkdir. Yəni çöllüyə baxanda adam fərəh hissi keçirir. Bir də burada düşünə bilərsən yazdığı yazıya baxanda. Ona görə deməli E variantını iki cür düşünmək olur. 45. Göz sözü hansı sözlərlə birləşdikdə məcazi məna bildirir? Balığın gözü, balıqda gözü var, çıxdın. Dolabın gözü, bulağın gözü, səhərin gözü olmur. Uşağın gözü olur. Ona görə 2, 3, 4. 46. Yalnız termin kimi işlənən sözlərdir. Bayaq dedim. Sintaksi dilənçi başa düşürmü? Yox. Surət deyəndə deyər, hə, insan surəti. Şəxs mənasında. 2-ni ona görə çıxdın. Amma orfoqrafiyanı bilməyəcək. Bucaq deyəcək, hə, məsələn, evin küncü bucağı. Xəbər, informasiya, məlumat deyəcək. Amma sinektoxanı deməyəcək. Enerjini deyə biləcək. Deməli, ancaq termin kimi işlənən 1, 3, 6-dır. Amma desək ki, həm termin, həm ümumiləşmiş söz kimi işlənə bilən, onda götürərdin bucağı, enerjini götürə bilərdin. Həmçinin surəti də götürə bilərdin. 47. Yalnız termin kimi işlənən sözlərdir. Yenə burada kök, dili, surəti, xəbəri çıxırsan. Qalır folklor, fiksaj, orfoepiya. 3, 6, 7. 48. Yenə yalnız termin kimi. Sifət bir mənası üzdür, ona görə çıxdın. Sonra akvareldir burada. Tuyuqdur, antonimdir. Tuyuq, akvarel, antonim. Sonra 49. Ada. Adanı da götürmək olar. Çünki adanın ümumiləşmiş mənası adanı da götürmək olar da. Ada da ancaq coğrafiyaya aiddir. Başqa bir mənası yoxdur ki. Amma boğazın məcazi mənası var. Enerji də deyəndə bilirsən ki, enerjini deyəndə nə nəzərdə tutulur? Yüksək ruh, deməli, insanda yüksək ruh olanda deyirik ki, o enerjili adamdır. 49-da yalnız termin kimi işlənən leksikadır, relyefdir, frazeologiyadır. Bucaq dedik ki, evin küncü bucağı. Bölmək, nəyisə bölmək, ahəng səs, zərf, məktub mənaları var deyə. Ona görə ancaq termin getmir. 50. Nümunədə hansı misralarda işlənmiş sözlər həqiqi mənada işlənib? Mən istəyirəm, buludlar ağlasın. Bulud necə ağlaya bilər? Uşaqlar ağlamasın, bu həqiqidir. Yanğınlar sönsün, həqiqidir.
Ümid sönməsin məcazi. Deməli 1, 3, 4 həqiqi. 51. Ağır sözü verilənlərdən hansı ilə söz birləşməsi yaradarkən həm həqiqi, həm də məcazi məna düşünülə bilər. Məsələn, ağır yük deyəndə yükün həqiqətən də ağır olması olur da, hardansa bir yük gətirsənsə ağır olur. Bir də deyirsən ki, yükün ən ağırını analar çəkir övladlar üçün. Bu halda isə olacaq məcazi. Çanta, zəmbil, daş bunlar həqiqidir. Adam isə ağır adam isə desəm, məsələn, çəkidə ağır, məsələn, çəkisi 100-150 kiloqram olan insan nəzərdə tutulanda həqiqi olacaq. Amma desəm ki, o çox ağır adamdır, yəni deyib gülüb eləmir, ciddi adamlara deyilir, daha çox ciddi. Ona görə burada olacaq məcazi məna. Hələlik uşaqlar, homonimlərin, sinonimlərin, antonimlərin izahını da yerləşdirəcəm. Sizlər də zəhmət olmasa, son xahişim sizdən budur ki, kanalımıza abunə olub, yoldaşlarınızla paylaşmağı, şərh yazmağı və bəyənməyi unutmayın. Sağ olun.